Bu tədbirdə iştirak edən şəxslərin ölkəyə gəlişi ilə onların Azərbaycan haqqında əvvəldən formalaşan müəyyən fikirləri artıq konkretləşir, dəqiqləşir. Ola bilsin ki, hansısa neqativ fikirlər eşitmişdilər. Artıq gələndə görürlər ki, bu belə deyil. Gələn şəxs bir daha gəlmək istəyir və yaxud da dostlarına tövsiyə eləyir. Bu da qısa müddətli dövrdə ölçülə bilən bir şeydir. Uzun müddətli dövrdə bu effektini göstərir. Əlbəttə, bu ölkəmizin qlobal nüfuzunu artırır, ölkəmizin beynəlxalq tədbir təşkil etmək bacarığını göstərir, beynəlxalq əməkdaşlığa açıq olduğunu və maraqlı olduğunu göstərir. Eyni zamanda forum ərazisində Azərbaycanın görməli yerlərini, zəngin mədəni irsini və milli mətbəxini tanıdan xüsusi stend yaradılacaq. Bundan əlavə forum iştirakçıları həm şəhərin zəngin mədəniyyətini və tarixi yerlərini kəşf edə biləcək, həm də rahat, təhlükəsiz və sürətli gediş-gəliş imkanlarından faydalana biləcəklər. Bu, Azərbaycanın inkişaf etmiş potensial və imkanlarını yenidən təqdim etməsinə şərait yaradacaq. Bütün bu addımlar WUFONI çərçivəsində ölkəmizin turizm potensialının daha geniş auditoriyaya çatdırılmasına və Azərbaycanın beynəlxalq turizm xəritəsində mövqeyinin güclənməsinə xidmət edir.